Salam, hər vaxtınız xeyir əziz xanımlar. Yenə mən gəldim, yenə yeni bir vlog ilə qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram və kanalıma və yeni bir vloguma xoş gəlmisiniz deyirəm. Ümid edirəm hər biriniz yaxşısınız, tək yaxşı olun. Məni sorsanız şükürlər olsun, mən də yaxşıyam. Siz də yaxşı olun inşallah. Keyfiniz, əhvalınız hər zaman daim yerində olsun. Hər gününüz xoş firavan keçsin. Hər gününüz xeyirlə başlasın, xeyirlə bitsin. Xoş xəbərlərlə dolu olsun inşallah. Qızlar, yenə də gecikmiş vlog ilə gəlmişəm. Çəkiliş bu vlog çəkilib ayın 3-ü, iyunun 3-ü. Bilirsiniz, mən videoları çəkirəm. Yəni qalereyada yığılır məndə. Amma montaj eləməyə hər zaman kimi tənbəllik edirəm. Tənbəllik deməyək, yəni vaxtım olmur montaj etməyə. Vaxt etdikcə, vaxt tapdıqca çalışıram montaj edim, təqdim edeyim sizə. Niyəsə bilmirəm qızlar, bu montaj işi mənə həmişə çox çətin gəlir. Çətin gəlir belə ki, ya tənbəllik edirəm, ya vaxt olmur. Belə deyək ki, ən çox da yəni vaxtım olmur, belə deyək. Bütün gün iş görürəm, deyirəm ki, işimi bitirim, gedim, oturum montaj eləyim. İşimi də bitirdikdən sonra gəlib oturanda o, necə deyim, adam işləyəndə hiss etmir, amma oturanda bilirsiniz də, o yorğunluğu hiss edirsən. Və o yorğunluğun da yorğun halında da o əlavə nəsə yorğun beynimi biraz da yükləmək, yormaq istəmirəm də, belə deyək. Ona görə də ertəliyə belə uzanır mənim vloglarım. Amma nə qədər yorğun olsam da çalışıram ki, heç olmaya, hər gün olmasa da 2 gündən, 3 gündən bir vloglarımı mütəmadi olaraq vaxtında paylaşım. Vaxtında deyil əslində, yəni vaxtı odur ki, günə bir dənə vlog paylaşmaqdır. Yəni hətta 2 vlog paylaşan da var. İndi mən heç olmaya deyirəm 2-3 gündən bir vlog paylaşım. İntizarda qoymayayım sizləri. Bu dəfəki vlog da ev vlogudur, ev işləridir. Gördüyünüz kimi öncə çıxdım, paltarları sərdim. Düzdür, ona qədər xeyli iş görmüşdüm, amma yəni vlogu çəkilişi oradan başladım. Daha sonra paltarları sərdim, biraz çıxdım həyət. Güllərimə də su verdim. Dedim, günorta olmamış, günortanın istisi düşməmiş güllərimi də suluyum. Və daha sonra keçdim içəri. Dedim, elə yeməyimizi hazırlayım. Kartoşka pişirirəm ciyərlə və yoldaşım da nəsə dedim, bilirsiniz, demişəm dəfələrlə, mədəsində biraz problem var. Ona görə də deyir hərdən mənə sulu yemək hazırla. Onun üçün də dedim, əlavə olaraq sup hazırlayım. Və belə bildim ki, uşaqlar sup yeməyəcək. Ona görə çox az hazırladım supu. Və belə başladım işlərimə. Əsas da işim mətbəxdədir. Yemək pişirməkdir, biraz qablardır falan. Yəni çox işim yoxdur əslində. Dedim, onda nə işim varsa, onda sizinlə birlikdə edim. Və çəkilişi əslində günortadan başlamışam. Günorta deyəndə burada hardasa saat 12, yarısı 12 olardı. Və duran kimi bilirsiniz, demişəm dəfələrlə, çay, çörək yeməyə, yəni səhər yeməyə heç həvəsim olmur. Yemək yemirəm səhərlər. Ancaq belə ya bir stəkan çay, ya bir stəkan kofe içirəm. Və daha sonra artıq günortaya doğru aclıq gəlir mənə və bəzən də heç günorta da istəmirəm, amma axşam iştah açılır da, belə deyək. Elə o özü pisdir. Əslində elə gündüz yeyib, gündüz yeməklərini yeyib, axşamı yeməmək yaxşıdır, amma məndə tərsinədir, təəssüf ki. Və hər neysə belə dedim, elə bir stəkan səhər günün ilk kofesini içim. Bu dəfə nəsə ürəyim çay yox, kofe istədi. Dedim, özümə bir kofe dəmliyim. Bu dəfə nəsə ürəyim sadə acı kofe istədi, yəni filtr kofe istədi. Adətən səhərlər duranda ən çox ürəyim çay istəyir. Yəni təzə özdə dəmlənmiş çayı çox sevirəm. Yəni günortadır, axşamdır, boyatlamış çay içə bilərəm, amma səhərlər mütləq ki təzə çay olmalıdır.
və hərdən də kofe. O südlü kofelərdən qarışdırıb qaynar su ilə içirəm və nadir hallarda da belə dəmləmə kofe içirəm. Özümü düzü sevirəm, çox sevirəm kofeni, amma çox da çalışıram içməyim ki, asıllıq yaratmasın. Bilirsiniz, kofeindir. Asıllıq yaradır adamda. Ona görə də nə qədər ürəyim istəsə də çay içməyi ondan üstün tuturam. Və yaxud ki, ürəyim istəyəndə bir stəkan süd, içinə kakao falan qatıb içirəm ki, yəni o kofenin istəyini öldürsün. Bir sözlə qızlar, yəni əsasda təzyiqim olduğuna görə nə qədər ürəyim istəsə də çalışıram içməyim. Bilirsiniz ki, təzyiq qaldıran bir şeydir kofe. Amma yenə də necə deyim, o kofeni ümumiyyətlə içənlər bilir ki, o bir şey gəlir adama, necə deyim, asıllıq yaradır deyə təbii gəlir də adama ki, dur kofe dəmlə iç. Ona görə də hərdən lap belə dəhşət dərəcədə ürəyim istəyəndə məcburi özümə kofe də dəmləyib içirəm. Belə qızlar. Burada da kartuşkanı ayrı qızartdım. Mən bilirsiniz, ciyəri qızardanda qaynadıram öncə. Kartuşkanı qızardıb, sonra da ciyəri onun üstünə əlavə edib, daha sonra ikisini də bir yerdə yenə də qızardıram. Soğan da qatıram adətən kartuşkanı qızardanda, amma bu dəfə qatmadım soğan. Elə tək ciyərlə kartuşkanın özünü qızartdım. Əslində but dibi çıxartmışdım ki, pişirim, amma daha sonra fikrimi dəyişdim, qoydum buzluğa, ciyəri çıxartdım. Çünki neçə vaxt almışıq bu ciyəri, qalıb altda, yaddan çıxır, pişirmirəm. O da çıxartdım, donu açıldı, baxdım ki, ciyərdən çox ürək idi içində. Bizdə də uşaqlar içində ancaq ciyəri sevir, ona görə də ürəyi qatmıram, elə içindən seçdim ürəkləri. Onu bildim ki, yiyən olmayacaq, elə verdim. Yəni qoydum ayrı balaca bir qazana ki, qaynasın, verim pişiyə ya itə yesinlər. Elə ciyərin özünü pişirdim. O da ki, çox az oldu və elə dedim nə var onu pişirim. Burada da buzluqdan bulyon çıxartdım ki, supa bulyon da qatım, ət bulyonu. Çünki ətsiz pişirirdim. Dedim bulyon da qatım ki, biraz dadlansın sup. Burada da fincanımı axtarım, təzə aldığım fincanı. Dedim, bu fincandan istifadə etməmişdim. Dedim, kofemi bu təzə fincanda içim. Çox az dəmləmişdim, bir nəfərlik kofedir. Burada da deyərsiniz ki, bu kofenin köpüğü hanı? Bu filtr kofedir qızlar. O filtrdən süzüləndə yəni köpükdür, çöküntüdür, belə şeylər olmur. Təmiz kofenin dadı olur da. Əslində bundan səhvləmirəmsə bunun adı Amerikanodur. Həm də filtr kofe deyilir. Adını da mənim oğlum vaxtilə barista işləyib. O kofelerin hər növünü hazırlamağı bacarır. Mənə də o öyrədib. Hamısını kokteyllərdir, kofelərdir, bir çox növünü öyrədib mənə. Ondan bilirəm. Və burada da deyəsiniz ki, bunu niyə belə suyun altında saxlayırsan? Buzluqdan çıxartdığıma görə istəmədim gözləyim. Yadımdan çıxmışdı öncədən çıxartmaq. Dedim, suyu gəzdirim ki, altında belə qabdan aralansın bulyon. Əlavə edim supa. Ümumiyyətcə, bu son vaxtlar bu yaddaş problemi də çox yaşayıram mən. Bilmirəm nədəndir bu. Gərək internetdə girim, araşdırım səbəbini və yaddaşı artıran nəysə vasitə varsa onu da baxım internetdən öyrənim. Dərmandırsa dərman, qidadırsa qida qəbul edim ki, yaddaşım da düzəlsin, belə getməz. Nəyi hara qoyuram, unuduram, nə deyəcəm, bir də görürsünüz, söz danışıram, sözün arasında sözümü unuduram. Bir sözlər get-gedə lap belə görürəm ki, pisə doğru gedir, nəysə bir əncam qılmaq lazımdır. Belə qızlar, burada da buzluqda keçən dəfə sup pişirəndə, yəni tez-tez pişirirəm yoldaşım üçün sup. Ona
su bişirəndə əlavə olaraq belə kök, bir də biber doğrayıb qoymuşdum buzluğa ki, növbəti dəfə su bişirəndə mənə hasand olsun. Daha doğrusu bir kök, bir biber onun yarısını pişirmişdim. Yarısını da elə əlimin altında tez doğradım. Qoydum belə qabın içinə ki, qoyum buzluğa, növbəti dəfə bişirəndə hasand olsun mənə, bir də çıxardıb doğramayım. O da ki, əslində soğanı qovuranda atmalıydım içinə. Tamam unutmuşam, yenə də dediyim kimi unutqanlıq ki, buzluqda belə biberlə kök doğranmış var. Bulyonu əlavə etdikdən sonra yadıma düşdü ki, çıxardım, onu da əlavə edim. Qovurmamış bir sözlə atdım bulyonun içinə. Dedim, eybi yox, elə də pişər. Və dedim, kofemi içeyim, daha sonra başlayayım bu qablarımı da yuyum. Öncədən yuduğum qabları yerləşdirim yerinə. Ümumiyyətlə qab silməklə heç aram yoxdur qızlar. Bəzən deyirsiniz ki, çox səliqəli yerli yerində. İnanın ki, məndə də olur, hər nəyisə tənbəllik edirəm. Qabdı yuyuram, ta ki gözləyirəm ki, quruyur, daha sonra yığıram yerinə, o silməməyin dərdindən. Yəni çox tənbəllik, bəzi şeylərin tənbəlliyi məndə də olur. Elə ola bilsin ki, yaşla əlaqəlidir, get-gedə. Yəni hər şeyə əvvəl diqqət etdiyim şeylərə fikir verirəm ki, zamanla boş verirəm. Artıq yəni önəmsəmirəm. Və yəni həqiqətən də əvvəllər belə şeylərə çox diqqət yetirərdim. Axşamdan məsələn qabları yuyardım, silərdim, yığardım səliqə ilə, hərəsini öz yerinə. Yəni o qabları bütün işlərimi görməmiş, yəni mən yatmazdım da. Amma indi isə yəni bəzən olur ki, hətta qab da qalır səhərə, yumur deyirəm, durub səhər yuyaram. Belə tənbəlliklər çox yaranıb məndə. Məsələn, paltarları ipdən çıxardan kimi ütülüyüb yığardım yerinə. İndi isə bir də görürsüz qalır. Günlərlə orada paltar mənə baxır, mən paltara baxıram, həvəs olmur ütüləməyə. Bəzən belə keçəndə də o hissəyə baxmıram ki, görməyim. Amma için-içində beynimi yeyir o fikir ki, qalıb orada o işin görməlisən. Edirəm, yəni bir gün gec, 2 gün gec o işi görürəm, amma ki, necə deyim, həvəslə görmürəm də. Yəni əvvəlki o həvəs qalmayıb, belə deyək. Təbii ki, yəni söz yox, təmizlik öz yerində, təmizlik yenə də necə deyim, yeri yerində, amma ki əvvəlki deyil də, o deyil, əvvəlki kimi deyil heç nə. Söz yox, məcburi işlərimi, hansı ki gündəlik yemək pişirməkdir, paltar yumaqdır, qab yumaqdır, həvəsim oldu, olmadı, bunları məcburən durub edirəm. Amma hansı ki o, yəni etsəm də olar bugün, etməsəm də olar, onları yəni ciddi yanaşmıram da o işlərə. Məsələn, soyuducu bugün planlamışamsa təmizləməyə, həvəsim varsa yəni, təmizləyəcəm o soyuducunu, yoxdursa saxlayıram sabaha, amma əvvəllər elə deyildi. Beynimə salmışdımsa ki, bugün mən təmizləməliyəmsə, həmən gündə təmizləyəcəm, istər orada yorğunam, istər işim başımdan aşırsa, planda varsa, yəni fikrimdə varsa, o işi mütləq həmən günü etməliydim. İndi də var, yenə də planla iş görməyi sevirəm. Yəni axşamdan məsələn deyirəm ki, bugün, sabah bu işi görəcəm, bu işi görəcəm, bu işi görəcəm. Çox vaxt edirəm, çox vaxtda həvəsim olmur, yenə ertəliyirəm. Yəni belə də tənbəllik, qocalıq, tənbəllik də deməyək, qocalıq artıq məni həvəsdən salıb. Belə qızlar, bu arada supuma əlavə olaraq su da əlavə etmişdim. Yəni bulyondan əlavə su da əlavə etmişəm. Və bir dənə də kartof soyub, xırda-xırda doğrayıb əlavə etdim ora. Yəni çəkilişini etməmişəm, ona görə belə izah edirəm ki, biləs ki, deyirsiniz ki, birdən kartof vurmamısan supa. Yəni çəkməmişəm o hissəsini. Və belə xırda verməşinlə bişirdim. Yəni həmişə supu bu xırda verməşinlə bişirirəm. Və yaxud ki, indi bitib evdə, amma ki, olanda o ulduz verməşil deyirlər də, ondan əlavə edirəm. Ən çox yəni yoldaşım verməşil supu xoşlayır.
Demək olar ki, supumuz da hazırdır, yeməyimiz də hazır oldu. Qaldı qabları yumaq. Çox az qabım var idi. Dedim elə onu da sizinlə birlikdə yuyum. Söhbət edərək yəqin ki, inşallah bezdirmədim sizi söhbətlərimlə. Video başlayandan artıq baxıram ki, 15 dəqiqədir keçib, hələ də danışıram. Qızlar, düşünürəm ki, musiqidənsə, boş videodansa elə arada nəsə söhbət eləməkdə maraqlı olar. Çünki bəzən qızlar deyir ki, söhbətli vlog olsun. Çünki bəzən iş görə izləyirik. Ona görə də bu səssiz vloqlar elədir ki, sırf gərək diqqətlə izləyəsən də o vloqu. Amma söhbətli olanda heç izləməsən də orada artıq bilinir söhbət nədən gedir. Yəni iş görəndə məsələn mən deyirəm ki, yeməyim hazır oldu, keçirəm indi qabları yumağa. Yəni izləyən kəs baxmasa da bilir orada videoda artıq nə gedir də. Ona görə də elə söhbəti izah eləyə, şərh eləyə vlogumu çalışıram ki, eləyim, səsləndirim ki, daha da aydın olsun sizə, daha da maraqlı olsun. Yəni dediyim kimi ümid edirəm bezdirmirəm sizi. Və belə ümumiyyətcə bəzən görürəm ki, qızlar mövzu da qoyur ki, yəni bu boşluğu o mövzuyla doldururlar. O da maraqlı olur izləməyə, amma necə deyim, mövzular da yaxşıdır, amma bəzən bilirsiniz nədən ehtiyat edirəm qızlar, neysə danışanda ümumiyyətcə xəsiyyətim budur ki, artıq bilirsiniz də yaşım da az deyil. Çox bilmiş danışmağı sevmirəm. Çox bilsəm də necə deyim, az danışmağı sevirəm. Ona görə də çox bilmiş danışmaq istəmirəm. Birdən nəsə səhv deyərəm və yəni kimsə qüsur tutar dediyimdə, danışığımda. Yəni həyatı mövzuları ona görə heç vaxt danışım. Bir-iki dəfə olub eləmişəm, yəni mövzu qoymuşam, amma o da maraqlı olur. Ən azından hər öz fikrini bildirir, danışır, amma daha sonra gördüm ki, yox, fikirlər müxtəlifdir. Hərə bir söz deyir, hərə bir fikirdə olur. Ona görə də o mövzuları yığışdırdım. Dedim elə bu video ilə bağlı, vlog ilə bağlı şərhimi edim. Hamısından yaxşı. Əsas da nədən sonra yığışdırdım da lap doğrusunu deyim sizə. Bir dəfə bilməm hansı videomda idi bu. Yeni illə bağlı, bayramlarla bağlı bir mövzu paylaşmışdım. Yəni mövzu qoymuşdum, onun üzərindən danışırdım və gördüm ki, yəni bildiyim əslində, yəni əminliklə bildiyim şeyləri danışırdım, amma gördüm ki, fikirlər müxtəlifdir. Hərə bir fikir bildirdi. Kimi mənfi rəy, kimi müsbət rəy. Ondan sonra tamamilə yığışdırdım, dedim elə salamatı. Heç mən qalırdım qıraqda, bir də görürsünüz kimsə kimdənsə rəylərdə başlayırdılar mübahisə aparmağa. Deyirdim elə nə mövzu qoyum, nə heç nə barədə danışmayım. Ağrımayan başıma ağrıtmayım. Atalar sözü çox bil az danış. Özümə dedim, yəni çox bilirsən az danış və yığışdırdım yəni o mövzuları, o temaları. Və belə ancaq vlog barəsində, öz həyatım barəsində, yəni olan, keçən, bitən, yaşanan hər bir şeydən danışıram, amma mövzu qoymuram da. Həm də düzün desəm qızlar, sonra özüm izlədim o vloglarımı, bir-iki dəfə mövzu qoyanda. Özümə də xoş gəlmədi ki, çox bilmiş danışmaq, özümü kənardan sevmədim də, bəyənmədim o xəsiyyətimi. Ona görə dedim elə, ondansa vlogla bağlı, özümlə, həyatımla bağlı danışmaq daha məntiqə uyğundur. Kiməsə həyat dərsi keçib, kiməsə ağıl qoymaqdansa. Ona görə də elə dedim, belə yığışdırım o mövzuları, belə olsun. Belə qızlar, burada da axşamdır artıq. Daha sonra telefonu söndürmüşdüm, bir xeyli yenə də iş görmüşdüm, paltarları yığdım, qatlananları yığdım dolablara.
Ütülənənləri yığdım ütü stoluna, ütüləmədən təbii ki. Və buradan da baxdım ki, ağacda muşmula yetişib artıq. Mən də bunu çox sevirəm, bu meyvəni. Dedim yığım biraz ondan da yeyim. Nəsə ürəyim çəkdi. Ürəyim istədi. Canım çəkdi daha doğrusu. Çıxdım ki bunlardan biraz yığım, yuyum, yiyeyim. Elə sizin üçün də çəkdim. Bu muşmula ağacından danışım sizə qızlar. Bu muşmula ağacını mən əkmişəm. Özü də tumdan. Bir qonağımız gəlmişdi, əlində belə muşmula, öz həyətlərinin muşmulasından yeyə gəlmişdi bizə. Mənə də belə 3-4 dənə verdi əlindəki muşmuladan. Mən də yedim, tumlarını götürdüm evdə. Fikus ağacım var idi, onun diblərinə əkdim. 3-4'ünü belə tumunu. Bilirsiniz, muşmulan ki, ancaq tumdan ibarətdir, amma o yerdə qalan əti də çox dadlı olur da. O tumları əkdim fikusun dibinə və dedim tutarsa tutar, tutmaz da ki, eybi yox. Və zaman bir neçə müddət keçdi üstündən. Fikusu sulayanda baxdım ki, nəsə çıxıb dibindən. Tamamilə unutmuşdum ki, mən ora muşmula əkmişəm. Və daha sonra birdən yadıma düşdü ki, mən bura axı muşmula tumu əkmişdim və onlar yetişib, hamısı da tutmuşdu. Və onları biraz böyüdü, yəni çıxartmadım, elə biraz böyüdü. Elə fikusun böyründə, fikusu suladıqca onu da suluyurdum. Bu arada bərəkətli olsun, görürsünüz, belə ancaq ətəklərindən yığdım. Və bir qab dolusu muşmula oldu. Aparım yuyum, yeyək. Və nəharda qaldım qızlar. Yəni həmin o tumlar bir qarış qədər böyüdü. Sonra həyətə əkdim. Və həyətdə də ikisi soldu, 2 ağac qaldı. Ondan da birini qonşumuza verdim. Digəri isə bax belə böyüdü. Böyük bir ağac oldu. Artıq meyvəsini yeyirik maşallah. Və qızlar, baxıram ki, videom burada sona yaxınlaşır. Sağollaşmaq vaxtıdır. Gecə olmadan sağollaşım sizinlə. Burada da göstərirəm, bax belə bir tum oldu. Yəni onu da görə dedim ki, yəni biləsiniz, bu tumunu əkəndə yetişir. Qızlar, sağ olun. Növbəti vlogda görüşərik inşallah. Ona qədər özünüzə yaxşı baxın.